Hər kəs bir abidə göstərir, bir tarixi yer göstərir. Amma xəbəriniz varmı? Azərbaycanın qərbində canlı bir tarix yatır. Adı da Düldül ağacı. Yerli sakinlər bu ağacı bir pir kimi qəbul eləyir və bəziləri niyyətlərini tutub belə bir şeylər bağlayır, bəziləri yaylıq bağlayır bu ağaca və inanırlar ki, tutduğu niyyətləri qəbul olunacaq. Hətta yerli sakinlərin arasında bir neçə dənə gözəl əfsanələr var. Hansıların içində məsələn o gördüyünüz dəmirlər deyirlər ki, onlar əslində oxdur, sadəcə bir dəmirlər deyil. Bir əfsanəyə görə də Həzrət Əli əleyhissalam bu torpaqlara gələndə atını bu ağaca bağlayır və həmin atın, Düldül atının nalın izləri də bu ağacda qalır. Bəziləri isə deyir ki, Həzrət Əli əleyhissalamın atı Düldül atı bu torpaqlarda dayananda yeri qazır və həmin yerdən belə bir gözəl və böyük bir çinar ağacı çıxır. Çox adam deyir ki, bu ağacın 1500 yaşı var. Amma elmi cəhətdən fikirləşsək 700 və ya 800 yaş daha dəqiqdir. Yenə də əziz dostlar, əziz həmyerlilər, Samux tərəfdən keçəndə Kolayır kəndini yaddan çıxartmayın və bura mütləq gəlin. Çünki bu bizim tariximizdir, bu bizim mədəniyyətimizdir və bu da hardasa bizim əfsanələrimizdir. Sağ olun.